اللهم بارك لنا في رجب وشعبان وبلغ لنا شهر رمضان. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, bir müsəlman qəza oruclarını il boyunca tutmaq üçün bunları həftənin 1 və 4-cü günlərinə sala bilərmi? Sala bilər, heç bir eybi yoxdur. Əgər niyyəti qəza oruclarsa, bəli, 1-ci və 4-cü günlər qəza niyyəti ilə orucları tuta bilər. Əgər söhbət ki, təbii ki, burada fərzdən gedirsə, yəni Ramazanın fərzindən gedirsə, yəni Ramazanın fərzinin qəzalarını 1-4-cü günlərə sala bilər. Yəni, heç bir maniyə yoxdur. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, deyir Ömər qardaş, bu müqəddəs Ramazan bayramında yaxın bir mümin qardaş yazırsan, Ramazan bayramı mübarək olsun, o isə heç cavab vermir. Belə müsəlmanla necə davranmaq doğru oladır? Xahiş edirəm, bunu aydınlığa gətirin. Əvvəla qardaşım, ümumiyyətlə biz müsəlmanlar bir-birimizin nöqsanı, xatası barəsində necə sələflərdən gəldiyi kimi ən azı 70 üzr axtarmalıyıq. Yəni, necə sələflərdən biri deyərdi ki, mənim bir qardaşımın halı üçün 70 üzr axtardım, amma ona heç bir üzr tapa bilmədim, amma onu ittiham eləmədim, düşündüm ki, yəqin ki, onun bu 70-dən əlavə bir üzrü var, amma mən o üzrünü bilmirəm. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, yəni, insan daimən qardaşına qarşı üzr axtarmağa çalışmalıdır. Əgər ona üzr tapa bilmirsə, deməsin ki, daha onun üzrü yoxdur. Desin ki, onun üzrü var, yəqin mən onun üzrünü bilmirəm. O ki, qaldı qardaşım, gözəl qardaşım, bu Ramazan bayramı ilə təbriklər göndərmirsən və kimsə cavab verməyibsə, bundan ötürü incimək lazım deyil. Ola bilər həmən qardaşa çoxlu mesajlar gəlib və qardaş çatdıra bilməyib və yaxud da ki, başı qarışıq olub və yaxud da ki, qonaqları olub və yaxud da ki, ailəsini götürüb harasa bayramı keçirmək üçün gedib, yəni mesajlara fikir verə bilməyib, vaxtı olmayıb və yaxud da ki, telefonunun akkumulatoru ölüb, yəni itib, zəifləyib, bitib. Yəni, bu cür üzrlər gətirir Allahın izni ilə. Düşünmək, yəni ki, o məni sayılmazlıq elədi və s. Çünki bayram ərəfələrində bu şeylər, bu kimi şeylər olur. Yəni, bu məsələyə görə gəlir qardaşlar bir-birlərindən inciməsin. Yəni, inşallah ki, qarşılaş, onunla bir daha da bayram təbrik elə, bəlkə oxuyum, yadından çıxıb. Ola bilər ki, mesajların çoxuna cavab verib, amma sənin mesajın yaddan çıxıb cavab verilməyib. Yəni, bu kimi üzrlərini inşallah düşün, fikirləş Allahın izni ilə və o ilə qarşılaşanda da yenidən bir daha təbrik elə inşallah. Ola bilsin, xatırlasın, ola bilsin ki, yadına düşsün Allahın izni ilə. Amma bu məsələyə görə çalışın bir-birinizdən inciməyin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, bir qadın 62 yaşında oruç tutub, əvvəlki illərin kəffarəsini necə ödəməlidir, imkansızın biridir. Əgər o qadının kəffarə ödəməyə gücü çatmırsa və onun yoldaşının da, qardaşının da və onun oğlunun da bu kəffarə eləməkdə, kəffarə ödəməkdə ona köməklik edə bilmirlərsə, o baxımdan ki, özləri də kasıbdır, ehtiyat içindədirlər, yəni kəffarəni ödəyə bilmirlərsə və özü də pul da yox, parası da yox və bədən də imkan vermir orucların qəzasını tutmağa, yəni onun heç bir şeyi, kəffarə ödəməyə heç bir gücü filanı, hətta oğlunun, yoldaşının maddi baxımdan buna gücləri də çatmırlarsa belə, yəni əlhəmdülillah Allah Subhanahu taala la yukallifullah nəfsən illə vus'aha. Allah Subhanahu taala insana yükü çatmayan şey insana yükləməz. O insan kəffarə boynunda qalır, hətta imkanı olana qədər. Nə zaman onda bu kəffarəni ödəməyə güc olacaqsa, o zaman da inşallah yəni kəffarəsini ödəyəcəkdir. Amma yox, qadın 62 yaşında olmağına baxmayaraq artıq ahıl yaşına gəlirsə, yəni yaşlı insanların halındadırsa, o zaman cümhur fəqihlərin rəyi odur ki, o qadına oruc vacib deyildir
və vacib olmayan halda da onun boyuna kəffarə də düşmür. İndi baxsın, sual verən baxsın ki, bu hallardan hansı həmin qadında vardır? Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, oruç tutan zaman ağız suyunu udmaq olarmı və yaxud yerə tüfürmək olarmı? Ümumiyyətlə, insan orucda onun ağzının içində uda biləcək hər bir şey onun orucunu pozmur. Heç bir orucunu pozmur. İstər ağız suyu olsun və qeyrisi. Çünki o orqanizmə çöldən daxil olan deyil, o orqanizmin ağız boşluğunda olandır. Yəni, o, onun bədəninin öz suyudur və onu udmaqla heç onun orucu filanı pozulmur. Hətta istəsə yerə tüfür edə bilər. Burada da heç bir problem yoxdur. Aleykum assalam və bərəkatuhu. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabilərə tövsiyəsi budur ki, deyir ki, bəliğ fil istinşaq illən takuna saimə. Yəni, insan ki, dəstəmaz alanda ağzına burnuna su alır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bunu yəni, oruclu olmadığın halda daha dərin elə. Yəni, bu deməkdir ki, oruclu oldun, onu yüngül elə, ağıza, buruna yüngül su alırsan. Amma almasan, dəstəmaz da səhih sayılmır. Almaq lazımdır, ancaq az. Adi vaxtlarından az alırsan və eləncə də dəstəmazını kamilləşdirirsən. Almamaq, amma orucu səhih eləmir. Yəni, oruc onda, əstəğfurullah, ağza buna su almamaq, qətiyyən su almaq, yəni dəstəmazı səhih eləmir, yəni dəstəmaz sayılmır. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mənim 3 aylıq qızım var, Ramazan orucunu tuturdum, həkim dedi tutma. Mən də 9 gün tutmadım, sonra ürəyim dözmədi, tutdum. Yoldaşım da 9 günün kəffarəsini 50 manatdan verdi. Belə 9 gün kəffarəsi olur. Ümumiyyətlə, süd əmər uşağa nə vaxt kəffarə verilir? Əgər ki, o hal həmən qadında periodikdirsə, yəni davamlıdırsa, misal üçün, qadın bu il hamilədir, gələn uşağına süd verir, növbəti il hamilədir, növbəti il süd verir, növbəti il hamilədir, növbəti il süd verir. Bu davamlı haldır. Bu davamlı hal olduğu üçün də onun qəzaları üst-üstə yığılır və belə halda o artıq zorlanır bu qəzaları tutmağa. Buna görə kəffarə onun üçün verilir. Amma qadın, misal üçün, bu hamiləlikdən sonra süd verəcək və ondan sonra bir müddət hamilə qalmaq fikri yoxdursa, yəni hamiləliyə stop verir, bir müddətlik, bəli, o qəzalarını tutsa daha yaxşı olar. Çünki qəzanın özünü tutmaq kəffarədən üstün sayılır. Kəffarə həmən əməlin cəzasıdır. Amma qəza isə onun mislidir. Yəni, ibadətin öz mislidir, öz əvəzidir, öz bədəlidir. Yəni, öz cinsindən olan bədəlidir. Bu baxımdan təbii ki, qəzaların özünü tutmaq daha yaxşı olar. Amma artıq sizin yoldaşınız, sizin 9 gün kəffarəsini veribsə, inşallah problem yoxdur. Amma gələcəkdə çalışın ki, dərhal kəffarəyə getməyin, çalışın ki, qəzaların tuta biləsiniz. Həmçində deyirsiniz ki, həkimə gedim, həkim deyil, tutma. Yəni, biz dəfələrlə müraciət edirik ki, bildiririk ki, dini bilməyən həkimlərə bu barədə müraciət etməyin. Yəni, onlar sanki elə zənn edir ki, insan əgər ac qalırsa, vəssalam, südü quruyacaq, südü çəkiləcək, uşaq ac qalacaq, uşaq öləcək və yaxud və s. Amma dini bilən həkim isə deyir ki, bəli, əgər səndə filan proses bu cür gedirsə, inşallah orucunu tut, sühurunu da qəşəng ye və axşamını da qəşəng, iftarını da qəşəng ye və inşallah uşağın heç bir süddən zərər görməyəcəkdir. İnşallah ki, çalışın hər bir məsələdə dini bilən, ilk öncə dini bilən həkimə müraciət edəsiniz. İnşallah bu sizin üçün dininizin qorunması üçün də daha gözəl, daha yaxşı olar. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qəza orucumu suhursuz tutmuşam, bu sayılırmı? Ümumiyyətlə, istər qəza olsun, istər fərzin özü olsun, yəni Ramazan ayında tutulan oruc istərsə, Ramazandan sonra tutulan qəzalarda suhurun yeyilməsi vacib deyil, şərt deyil. Çünki suhursuz oruc səhiydir, amma fərz və qəza oruclarına isə sübh girməmişin qabaq niyyət vacibdir. Yəni, ya gecədən eləsin, ya sübhdən əvvəl eləsin, yəni fəcr girənə qədər
niyyəti olubsa, orucu səhiydi sur eləməsə belə. Amma yox, oyanıbsa ki, axşama niyyət eləməyib və oyananda artıq fəcr namazı giribsə və niyyət elə ki, fərz orucunu tuturam, bu orucu onun fərzi və ya da fərzin qəzasının əvəzini vermir, həmən gün yerinə bir gün qəza tutmalıdır. Yəni, məsələ niyyətdən qayıdır. Suhur vacib deyil, amma niyyət vacibdir. Sübhə qədər, fəcr namazı girinə qədər fərz və ya da fərzin qəzasının niyyəti olmalıdır. Digər nafilə oruclarda isə, sünnət oruclarda isə niyyətin olmağı vacib deyil. Yəni, fəcrdən sonra da oyansa ki, artıq sübh girib, yarım saatı, bir saatdır və deyir, inşallah bu gün orucam və niyyətinə görə də orucun davam edir və orucu da səhih sayılır. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, keçən Ramazan ayından 5 gün qəza orucum var və bu ildə süd vermədiyimə görə oruç tuta bilməmişəm, Ramazan orucu tuta bilməmişəm. Bunların hamısını bir yerdə tuta bilərəmi? Bəli, tuta bilərsiniz. Yəni, keçən ilin 5 günü və bu ilin də 30 günü, ümumilikdə ilə 35 günü uşağınız süddən kəsiləndən sonra o zaman 35 günün qəzasını tutacaqsınız Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, oruc olduqda əsəbləşmək, stres, göz yaşı orucu pozurmu? Oruc tutanla dava eləsələr, söysələr, yenidən həmən günü oruc tutmalıdırmı? Təbii ki, əgər bir insan oruç tutubsa, o bütün mübahisələrdən, gərginliklərdən, streslərdən qaçmalıdır. Çünki Allah Rasulü s.ə.v söyləyib ki, siz oruc olan zaman hətta gəlib sizi söysələr, dava dalaş eləsələr, siz deyin ki, mən orucam, mən orucam, mən orucam. Yəni, uzaqlaşın o mübahisədən. Əgər bir insan bunu etməyinə baxmayaraq, yenə də vəziyyət o həddə gəlib ki, həddindən artıq stres keçirib, gərginlik keçirib və baş gicəllənmələr var, təzyiq qalxıb və s. və orucun pozulmağa məruz qalıbsa, bəli, orucun pozur, çünki canın sağlamlığı qorumaq mühümdür, vacibdir. O, deməli, orucun pozur, tədavisini eləyir, amma həmən gün yeni bir gün qəza tutur. Amma yox, mücərrəd stres keçirib, gərgin keçirib, əsəbləşib, amma buna baxmayaraq, yəni orucu pozulma halında deyil, yəni orucu normaldır, özün normal hiss eləyirsə, o zaman orucun axıra kimi davam eləsin. Və əlavə də qəza tutmaqda ehtiyac yoxdur. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, orucluq ayında buraxılan qəzaları 5-ci günlə tutmaq olarmı? Xeyr, tutmaq olmaz. 5-ci gün əgər tək formada tutmaq istəyirsinizsə, bunu tutmaq olmaz. Çünki hər cümə müsəlmanın bayramı sayılır. Yəni, müsəlman üçün hər cümə bayramdır. Bu baxımdan da bayram gündə oruç tutmaq olmaz. Yəni, siz 5-ci günə oruc, qəzaları çalışın ki, 1-4 və ya da 1-2-3-4 bu arada tutun, amma 5-i ayrıca, 6-ını ayrıca, bazar günü ayrıca isə tutmayın. Və aleykum assalam. Sual belədir ki, mən oruc tutarkən sahur vaxtı əzan çağırıldı və mənim yediyim əlimdə qalmışdı. Mən də əzan bitənə qədər onu bitirdim. Amma ki, tutduğum orucdan şübhə edirəm. Mənim tutduğum bu oruc sayılırmı? Təbii ki, sayılır. Heç bir zənnə şübhəyə qapılmayın, zənn etməyin, şübhəyə düşməyin. Çünki əzan veriləndən və əzan bitənə qədər siz əlinizdə, qabınızda olanı yeməyə icazəniz vardır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurub ki, əzan verilən zaman insanın əlində yediyi tikəsi, filanı, qabağında qalanı varsa, onu yesin, qurtarsın. Və baxımdan siz düz etmişsiniz, əzan başlayandan bitənə qədər əlinizdə, qabınızda qalan yeməyinizə şəriət icazə verib və bunun üçün də sizin üçün hansı bir şübhəyə filan düşməyə ehtiyac yoxdur və orucunuz da səhihdir. Və aleykum assalam və bərəkatuhu. Yəni, təhəccüd namazı, yəni gecə uzun qılınan gecə namazına deyilir. Ona qiyamul-leyl də deyilir, təhəccüd də deyilir. Çünki uzun oxunan surələr, uzun qılınan namaz təhəccüd namazıdır. Və bu, adi günlərdə qılan da qılır, qılmayan da qılmır. Amma Ramazanda xüsusi olaraq, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm öz dövründə və ondan sonra da sahabələr, yəni Ramazan ayında bunu artıq intensiv qılırlar, yəni daimən qılıblar, tərk eləməyiblər. Elə bir ki, belə deyim də, yəni adi günlərdə qılınan təhəccüd namazlar, yəni Ramazanda işədən sonra artıq təravih namazı kimi qılınır. Əgər kimsə, yəni gecə təhəccüddə durandırsa, o adam belə eləyə bilər ki, yəni işə namazından sonra, yəni işanı sünnətdən qılır, ondan sonra 2 rükət,
yəni səsli namazdır. Çünki gecə namazları, yəni qaranlıqda qılan namazlar səsli namazlardır. Misal üçün sübhdür, məğribdir, işadır. Yəni təravih də səsli namazdır. Deməli, işadan sonra 2-2 qılır, 2 rükət qılır, salam verir, sonra 2 rükət qılır, salam verir. Və qalan 4 rükət, bir də 3 rükət vitri də, yəni sübhə 1 saat, saat yarım qalmış durub qıla bilər. Yəni belə eləyə bilirsə lap yaxşıdır. Həm təravih qılmış olur, həmçində gecənin son işləmini namaz qılmış olur. Yəni hansını eləsə olar. Və hətta əgər yorğunsa elə 11-in hamısını, 11 rükətin hamısını işadan sonra qılsın. Və hətta kimsə istəyir hamısını gecəyə saxlasın. Yəni işadan sonra vaxtında yatıb gecə məsələn 3-də durub saat 5-in yarısına kimi gecə namazını ilə, təravih ilə qıla bilər. Gecə vaxtı, təheccüd vaxtı və 3 rükətdə vitr qılır, eləyir 11. Sonra da sühr eləyir, sübh qılır. Yəni necə istəsə eləyə bilər inşallah. Vitr namazı səsli qılına bilir. Yəni səsli qılmaq olar. Çünki adi hallarda, yəni insan gecə namazına durmayanda, vitri işadan sonra qılanda səssiz də qıla bilir. Amma gecə namazlarında, yəni gecə namazları təheccüddən sonra, vitrdən sonra qılınan vitrdə əksər hallarda səsli qılınır. Yəni səsli qılmaq olar. Və vitr namazının ən aşağı həddi, təravih namazının ən aşağı həddi 2 rükətdir, ən yüksək həddi 8 rükətdir. Yəni kim ən yaxşı olar ki 8-in hamısını qılsın, amma kimsə yorğunsa filan, onun 2 və ya 4 və ya 6 rükətinə qıla bilər. Və təheccüd namazı cüt-cüt qılınır. Yalnız tək qılınan vitr namazıdır. Aleykumussalam. Qadının məsciddə təravih qılması yaxşı yoxsa evində? Təbii ki, evində. Çünki mütləqən olaraq qadınların evdə namaz qılması məsciddən daha fəzilətlidir. Aleykumussalam. Uşaq əskərdə oruç tutmaq istəyir. Mən də deyirəm ki, tutma kəffarəsini çıxararıq. Çünki səhərlər imkan olmayacaq imsak eləməyə, bədən zəiflər deyə. Burada dediyimə görə mən günah qazandıram, ya da o tutmasa günah qazandır, amma yenə də bilirəm ki, o çalışacaq tutsun. Əvvəla, oğlunuz əskərdirsə o səfərdir, səfərdə doğrudur, o namazlarını qısaldır və oruc ona səfərdə olduğu üçün vacib olmur. Amma qoy vəziyyətə baxsın. Əgər görsək ki, orada bundan başqa da tutanlar varsa və onlara sühur, iftar yaxşı verəcəklərsə orucunu tutsun. Yox, görsək ki, oruç tutanları heç belə deyim, sayan yoxdur. Nə yeyəcək, nə içəcək, heç kim maraqlandırmır, düşünmür. Az tutub, az iftar eləyəcəklərsə o zaman tutmasın. Əgər görsə ki, bu sayılmazlıq eləyirlər, yəni onların haqqı ödənmirsə, oruc, iftar barəsində, o zaman qoy tutmasın. Çünki onun orada sağlamlığı mühümdür. Və inşallah ona da kəffarə düşmür. Orada tutmadığı günləri artıq əskərlikdən qutarıb gələndən sonra burada öz evində inşallah qəzasını tutacaq. Ona kəffarə düşmür. O hökmən qəzasını tutmalıdır. Amma yenə də baxsın, görsün vəziyyətə, orada bundan başqa oruç tutanların halına necə yanırlar. Əgər yaxşı olsa tutsun, yox olmasa tutmasın, gələndə qəzasını tutar inşallah. Aleykumussalam. Ramazanda gecə mülk və səcdə surələrini oxumaq lazımdır, yoxsa Quran xət etmək daha yaxşıdır? Ümumiyyətlə, bu səbəb ki, zikirlər var, səhər axşam zikirlərdir, ondan sonra cümə günü zikirlər var, məsəl üçün, o gecə yatanda mülk, səcdə surəsini oxumaq var, bu öz yerində qalır. Yəni, onun xətmə heç bir maneəsi yoxdur. Çünki o ayrıca bir fəziləti var onun, mülkün, səcdənin. Ona görə o tərk olunmur. Ondan da əlavə bəli çalışsın ki, Quranda xətm eləsin. Yəni orada gün ərzində Quran oxusun, axşam da yenə öz adəti ilə mülkün səcdəsini oxusun, yatsın. Qutardı getdi. Amma tərk eləməsin. Mülkün səcdəni tərk eləməsin. Aleykumussalam. Niyyət axşam xüsusi bir yeməklər bişirmək doğrudurmu? Yəni bəzən deyirlər ki, bu gecə niyyət axşamıdır, nə bişirmisənsə bu, nə bişirmisən. Bu doğrudur, xeyr, elə bir şey dində yoxdur. Sünnədə belə bir şey gəlməyib. Niyyət axşamı nədir? Niyyət axşamı sən niyyət edirsən ki, ya Rabbi, Allah mənə müvəffəq etmə, güc, qüvvət ver, mənə sağ salim elə ki, Ramazanı axıra kimi orucla tamamlayım. Yəni, niyyət bu deməkdir. Yəni, bundan ötürü ayrıca yeməklər pişirməyə falan belə ehtiyac yoxdur. Xüsusi bir mərasimə zada ehtiyac yoxdur. Yenə də baxmaq lazımdır. Yenə də baxmaq lazımdır. Əgər evdə belə bir problemlər olacaqsa, televizor falan olursa, onun xuşu ilə qılmağına mane olacaqsa, o zaman məscidə yaxınsa və belə deyim də problemsiz gedib gələ bilərsə qoy getsin. Yox, əgər evində bir şərait varsa, evi onun mütləqən olaraq məsciddən daha fəzilətlidir.
Yəni əgər kimsə təravihi 8 rükət qılıb, sonra vitri qılmırsa, yəqin ki, gecə durub qılacaq da. Gecə durub qıla bilər. Məsəl üçün, sübhə 1 saat qalmış, durub qıla bilər. Və yaxud da istəsə elə təravihin sonunda 3 rükət də qılıb 11 rükəti tamamlaya bilər. Təbii ki, əgər həkiminiz məsləhət eləsə tutun, təbii ki, tutun. Yəni o qohum əqraba azad nə deyir desin. Çünki orucun ümumiyyətlə çox xəstəliklərə faydası var. Yəni oruc, yəni o xəstəliklər ki, hansı ki, şişlərlə, zadlarla bağlıdır. Yəni tibb də onu göstərir ki, orucun o şeylərə faydası var. Allah xüsus da, əlhəmdülillah, həkim icazə verirsə, vəssalam. Mən oruc tutmaq lazımdır. Və aleykum salam. Yəni xətm eləməyə başlayan artıq bugündən xətm eləyə bilər. Çünki artıq bu gecə Ramazanın birinci gecəsidir. Və artıq indidən oxunan Quran, yəni Ramazan ayında oxunan Quran kimi hesab olunur. Ona görə xətm eləmək istəyən bugündən başlaya bilər. Və aleykum salam və rahmetullahi bərəkatuhu. Yəni belə niyyət eləmək olmaz. Yəni bu bidətdir. Yəni sünnəyə müxalifdir. Niyyət edirsiniz ki, biz bir ay Ramazan və oruç tutacağıq. Yəni səhra dursan lap yaxşı, dura bilməsən də aç tutursan. Yəni belə bir qayda yoxdur ki, mən sahur eləsəm oruç tuturam, sahur eləməsəm tutmuram. Olmaz elə. Çünki siz hər gün bir günü tutmamaqla siz günah da qazanırsınız. Ona görə çalışın suhura durun. Dura bilməsəniz də belə, yəni artıq orucunuzu tamamlayın. Çünki siz orucluq ayıdır Ramazan. Yəni suhur etmək sünnədir, yəni vacib deyil. Yəni etməyiniz yaxşı, amma edə bilməməyinizə görə orucu tərk eləməyiniz, bu artıq günahdır. Aleykum salam. Ümumiyyətlə, xurma ilə oruç tutmaq deyə belə bir şey yoxdur da. Yəni sünnədir ki, bəli, suhurda xurma yəsən, iftarda xurma yəsən. Yəni bu sünnədir, yəni vacib bir əməl deyil. Yəni olmasa da olur orada, heç nə problem yoxdur. İstsən bir gün xurmasız tut, istsən 10 gün tut, fərq eləmir. Əsas odur ki, oruc tut. Yəni xurma olub olması mühüm bir şey deyil. Yəni xurma ilə oruç, suhur eləmək, iftar eləmək sünnədir. Amma xurmasız namaz, oruc yoxdur, belə bir qayda yoxdur. Ona görə əlhəmdülillah xurmasız da oruc tutmaq olur. Aleykum salam. Kişilər təravih namazını səslə qılırlar. Çünki təravih namazı gecə namazıdır. Amma qadınlara gəlincə isə, qadınlar üçün təravih namazı səssiz namazdır. Çünki qadınların səssiz namazları da səssiz qılınır. Ona görə əgər qadın özü sərbəst formada qılırsa, qadın təravih namazını səssiz qılır. Aleykum salam. Quran öyrəndirəm, hələ tam oxuya bilmirəm. Tərcüməsini oxumaq xətm sayılır. Yəni siz ərəb dilində necə bacarırsınızsa, hətta hərfə caliyə bilib sözü düz tələffüz edirsinizsə, oxuyun. Heç də problem yox. Bacarınız qədər oxuyun və eyni zamanda da tərcüməni oxuyun. Amma tərcüməni oxumaq xətmə düşmür, xətm sayılmır. Xətm deyiləndə Quran Allah Subhanahu nazil elədiyi formada, yəni ərəb dilində tələffüzü olunub xətm olması qəsd olunur. Və aleykum salam. 9 yaşında həddi-büluğa çatmış qız uşağı oruç tutması vacibdir. Əgər həddi-büluğa çatıbsa, bəli, vacibdir. Əgər 9 yaşında qız həddi-büluğa çatıbsa, o zaman onun üçün oruç tutmaq vacibdir. Yox, əgər həddi-büluğa çatmayıbsa, o zaman əgər onun üçün əziyyətdirsə, bir gün tutsun, bir gün yemək yesin. Bir gün tutsun, bir gün iftar eləsin, hətta bədəni öyrəşinə qədər. Aleykum salam, rahmetullahi bərəkatuhu. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, səhurda bərəkət var. Buna görə bir insan yeməyi çox yeyir ki, kökəlsin. Bu ixlasa ziddir. Yox, ixlasa zidd deyil. İndi inşallah ki, səhurda bərəkət var və adam da o niyyətlə yeyir ki, kökəlsin. İnşallah ki, bir problem yoxdur. Aleykum salam, rahmetullahi bərəkatuhu. Mənim qızımın 14 yaşı var. Onun burun testi tutulur. Ona görə də burun dərmanı vurmaq məcburiyyətində qalır. Amma indi oruç tutur, onda burun dərmanını vursa, orucu pozulmuş olmur. Yəni o zaman elə eləmək lazımdır ki, yəni boğazına nəsə getməsin. Yəni damcıları çox eləməsin. Damcını yəni əvvəlkindən nisbətən az damcı vursun və elə eləsin ki, boğazına heç nə getməsin. Boğazından aşağı mədəsinə heç nə getməsin. Əgər ağzına nəsə gələrsə, onu yaxalasın, tüfürsün. Beləliklə də inşallah istifadə edə bilər. Əsas odur ki, buruna damcılatsa, mədəsinə nəsə götürməsin. Ağzına nəsə düşərsə, onu yaxlasın, qaytarsın. Aleykum assalam. Orucu mütləqdir ki, xurma ilə açmaq. Bəziləri deyir ki, mütləqdir, xurma var, amma mən xoşlamıram, hətta ürəyim bulanır yeyəndə. Yox, mütləq deyil. Sadəcə sünnədir.
xurma ilə açmaq. Amma kimsə yəni istəyir xurması var, aça bilmir. İstəyirsə kiminsə xurması yoxdur, insan suyu ilə də aça bilər. Çünki sünnədə gəlib ki, xurma olmasa su. Yəni insan ikisindən birindən aça bilər. Hətta bunlar da yoxdursa, əlində nə varsa, nə bilim, vafli, piçenya, çörək, iftarda oyunu aça bilər. Heç nə problem yoxdur. Və aleykumussalam və rahmetullah bərəkətuh. Bu barədə Şeyx Fovzan Həfzəllahın və başqa müasir alimlərin rəyi var. Yəni bəzəmək eləmək sünnədə gəlməyib. Yəni bəyənilən odur ki, yəni Ramazan ayı girəndə insan evini, həyət bacanı təmizləsin, eləsin. Amma əlavə ora bəzək düzəklər vurmaq eləmək, bu barədə müasir alimlər çəkindirirlər. Aleykumussalam və rahmetullah bərəkətuh. İnsan dəstəmaz aldığı zaman qəsd olmadan, bilməyərəkdən burnundan, mədəsindən su keçərsə, inşallah ki, onun orucu pozulmur. Nə qədər ki, qəsd olmayıbsa, orucu pozulmur. Amma ehtiyatla oruclu insan ağzına, burnuna suyu az almalıdır ki, bu olmasın deyə. Çünki sahabələr rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə madmada və istinşaqı dərindən etməyi əmr edib, oruc olmayana qədər. Yəni, sən orucsansa, ağzı və burnu və adi günlərdən az bir su götürməlisən ki, mədə versən düşməsin. Çünki sən orucu qorumaq sənə vacibdir. Amma insan bilməyib, az götürüb və yenə də qoruya bilməyib, mədəsi nəsə düşübsə, inşallah ki, pozmur. Amma qorumaq lazımdır, eləmək lazımdır ki, olmasın. Aleykumussalam və rahmetullah bərəkətuh. Əgər şəriətin icazə verdiyi səbəbə görə bir insan oruç tutmursa, tuta bilmirsə, ya xroniki xəstədir, ya yaşlıdır, və da ki, hamilə süd verən qadındır ki, davamlı olaraq yəni hamilə olur, süd verir, yəni onlar kəffarə edirlər. Kəffarə də sühur, iftar almaq demək deyil. Kəffarə Ramazandan sonra kasıb miskini yedizdirmək deməkdir. Kimlər ki, bu oruç tuta bilmədiyinə görə iftar, sühur verirlərsə, bunlar böyük xatı edirlər və elədikləri də sayılmır. Çünki kəffarə iftar üçün deyil. İftar müstəqil ibadətdir ki, sən hər bir insana iftar verə bilərsən. Kasıba da, miskinə də. Amma kəffarə isə sırf, yəni kasıb miskin olmalıdır və kəffarədə də yəni Ramazandan sonra olur. Yəni çünki Ramazanda insanların çoxunu qarışdırır. Ona görə kim ki o tuta bilmirsə, həmən o bacıya ona bildirin ki, yəni kəffarəsini saxlasın Ramazandan sonraya. Ay produkt alın vereyim, nə bilim, səhər, sühur, iftar olsun, xeyr, bunu eləmək olmaz. Gözləsin Ramazan qutarandan sonra kəffarə edər. Aleykumussalam. Təbii ki, əgər insan ev əhlidirsə, misal üçün deyək ki, ata, ana, oğul, uşaq, övladlar evdə onlar təravih namaz qılırlarsa və onlar vitri də tamamlayırlarsa, orada hər biri üçün, yəni istəyir imam üçün, istəyir arxasında dayananlar üçün, onlar üçün səhərə kimi namaz qılmaq sayılır. İmam da və onun arxasında dayananlar üçün də. Aleykumussalam. Təravih namazın 3 rükət qılmaq olar və ya da 5. Ümumiyyətlə, təravih namazı 2, 4, 6, 8 rükət qılınır və 3 rükətdə vitri qılır, cəmi eləyir 11 rükət. Amma kimsə səhhətinə görə və ya da vaxta görə 2 rükət qılıb, sonra 3 rükət vitri qılsa eləyir 5 və ya da 4 təravih 3 deməli vitri eləyir 7. Yəni, nəyə bacarsa qılsın. Yaxşı olar ki, tam qılsın, amma yenə də vaxtı yoxdursa, nəyi bacarır qılsın. Aleykumussalam və rahmetullah bərəkətuh. Yox, əgər siz gecə namazdan durmaq istəyirsinizsə, yəni siz belə eləyin də. Yəni siz işadan sonra 4 rükət qılın təravihdən. 4 rükət vitir, bir də 3 rükəti də saxlayın təheccüdə. Yəni sübhdən 1 saat əvvəl durun, qılın. Bu lap yaxşı. Ən yaxşısı budur. Yəni 4-ün işadan sonra qılın. 4 ilə 3 rükətdə vitir, cəmi 7 rükətdə saxlayın. Sübhdən 1 saat əvvəl durun, qılın inşallah. Aleykumussalam. Təravih namazlarına başlayanda elə adi fərz namazlarında elə istiftah dualarının hansısa birini oxusaz kifayət eləyir. Açılış duası adi namazda da oxunuz, duanı oxuyub sonra Fatihə və digər surələri oxuyursunuz. İnsanın ağzında olan su, ağız suyu orucu pozmur. Amma alimlər ixtilaf ediblər ki, kimsə bilərəkdən ağız suyunu ağzına yığır ki, müəyyən bir həcm olsun və onu da udur. Və ixtilaf edirlər ki, bu orucu pozur, yoxsa yox. Bəzi fəqihlər deyiblər ki, pozur, çünki onun niyyəti qida kimi qəbul eləməkdir onu. Amma digər alimlər isə deyir, xeyr, hətta niyyəti elə olsa da, yəni əməlin əsli caiz olduğu üçün onun orucunu pozmur. Baxımında inşallah ki, orucu pozmur. Amma
məsələ ixtilaflı olduğu üçün insan elə şeydən çəkinməlidir. Yəni bilərəkdən ağzına su yığsın, suyu utsun, onu eləməkdən çəkinmək lazım. Amma normal halda gün ərzində danışanda, eləyəndə ağzına su yığılır və istər-istəməz o udursa, orada bir problem yoxdur. Və aleykum assalam və bərəkatuhu. Ümumiyyətlə insan əgər başqa yerdə qılırsa, yəni yaxşıdır ki, orada imamla tamamlasın. Çünki hədisdə qeyd olunub ki, kim imamla tamamlayarsa, səhərə kimi namaz qılmış kimi sayılır. Amma kimsə istəyirsə, yəni imamın qıldığı qısadır. Məsəl üçün, bugünkü də bizdə məscidlərdə 3 aya, 4 aya, 5 aya oxuyurlar. Məsəl üçün, insan istəyir ki, bir uzun oxusun, uzun dualar eləsin. O zaman problem yoxdur. Geçsin ora, işanı qılsın, bir çox yox, bir 4 rükət vitr qılsın cəmaatla. Sonra gəlsin evinə. Gəlsin evinə, uzansın, yatsın, sübhdən bir saat yarım əvvəl dursun, 4 rükəti də qılsın, 3 rükəti vitri qılsın. Bu olar, bu daha yaxşıdır. Amma bir də var ki, sən hər şeyi qılırsan, orada bir rükət saxlayırsan, gəlsən onun evdə qılırsan, o bir rükət heç nəyə fayda vermir, heç nəyi dəyişmir. Yəni, o elə məsciddə tamamlamağı daha yaxşı olar. Ya da Allahın izniyle biz dediyimiz kimi istifadə edilsə inşallah, o da daha onun üçün faydalı olar. Və aleykum assalam və bərəkatuhu. Boğaza yığılan bəlğəm, yəni ağıza gəlmədən udmaq olar. İnsan bacarsın, tüfürsün. Yəni bəlğəmi çalışsın, qaytarsın. Yox, əgər heç cürə alındıra bilmirsə, elə boğazından birbaşa mədəsinə gedirsə, zaten onun qarşısını ala bilməz. Yəni əgər imkan varsa, əgər ağzına gəlirsə, qaytarmağı, tüfürməyi daha yaxşı olar. Yox, əgər boğazından ağzına gəlməmiş, mədəsinə keçirsə, o məcburan olsa udur. O da orucu pozmur. Düzdür, bəlğəm barədə ixtilaf ediblər. Bəziləri deyir ki, o halda pozur ki, insan bəlğəmi yığır ağzına, qida kimi toplayır, müəyyən bir kütlə yaranan sonra bəlğəmi odur ki, mədəsindən geçsin. Belə bəzi fəqihlər deyib ki, belə halda orucu pozur. Amma burada o ixtilaflı məsələdir. Amma siz deyən kimi ağıza gəlmədən birbaşa boğaza düşür gedirsə və onun qarşısını ala bilmirsə, inşallah orucu pozmur. Və aleykum assalam və bərəkatuhu. Bir qardaş 11 il əvvəl yenicə dinə gələndə Ramazan vaxtı orucunu su ilə pozur və ardınca zövcəsi ilə yaxınlıq edib. 11 il sonra yadına düşüb ki, bu əməli. Soruşur, nə üçün 60 gün tutmalıdır, yoxsa bir gün? Əgər həmən insan, yəni orucu su ilə açıb ki, qəsdi olub ki, yoldaşımla yaxınlıq eləyib, yəni birbaşa yaxınlıq eləsəm 60 gün tutacam, amma orucla açsam, mən artıq orucla açmış kimi olacam və mən yaxınlıq eləsəm, mən 60 gün sayılmayacaq. Yəni, əgər insan bu hilə ilə orucun su ilə açıb sonra yaxınlıq edibsə, o hilə heç bir şəri hükmü dəyişmir. Həmən insanın da boyuna düşən əməl 60 gündə albadal oruç tutmaqdır. Amma yox, əgər insanın qəsdi sadəcə orucunu açmaq olub, susuz olub, baş ağrıyıb, yorğun olub, deyib əşi bir gün qəzə tutaram, orucun su ilə açıb, sonra bir müddətdən sonra deyib ki, əşi onsuz mən oruc deyiləm də, qoy, niyə yaxınlıq eləməyim ki? Artıq yaxınlıq eləmək o niyyəti ondan sonra meydana gəlibsə, bu zaman artıq həmən insan su ilə açmış kimi hökmünə düşür və ona boyuna bir gün düşür. Həmən insana yönəldir məsələni, yəni özü Allahdan qorxsun, nə niyyətin açıbsa o ilə də əməl eləsin, o hökmədə tabi olsun Allahın izniyle. Və aleykum assalam. Sual belədir ki, bayram təbriki bayram namazından sonra olmalıdırmı? Sələflərdən varid olub ki, hətta onlar bayram təbriklərini, yəni artıq bayram isbat olunandan sonra edərdilər. Yəni bu icazəlidir. Misal üçün, bu gün artıq məğribdən sonra sabah bayram olacağı əminlikdirsə, yəqinlikdirsə, artıq məğribdən sonra insanlar qarşısına çıxan kimisə təbrik eləyə bilər. Bu isə ən çox isə bayram namazından sonra olur. Çünki bayram namazında hamı namaza yığışır deyənə, hamısı bir-birini görür və hamısı orada təbriklərə başlayır. Amma məsəl üçün insan evdə olsa, məğrib namazından sonra artıq sabah bayram əminlik, yəqinlik olsa, yəni heç bir problem olmaz ki, inşallah ki, qardaşlar bir-birlə təbrik etsinlər.